Əvvəlki videolarımızda alkanlar bölməsindən 1-dən 100-ə kimi baxmışdıq. İndi isə 101-dən davam edirik. Demək, 101-ci sual. Heksan temperatur və katalizator şəraitində dehidrogenləşir və buradan X maddəsi alınır. Demək, növbəti mövzularda da biz bunu görəcəyik. Eyni zamanda alkanların kimyəvi xassələrində də var. Alkanlar dehidrogenləşdiyi zaman müxtəlif digər dehidrogenləşmə məhsulları, digər karbohidrogenlər alına bilər və əgər 4 mol hidrogen qoparırıqsa, biz buradan aromatik birləşmələr almalıyıq və heksanın 6 karbon atomu olduğuna görə buradan alınacaq benzol. Cavabımız B bəndidir. Sonra 102. N sayda karbon atomu olan alkan molekulunun cəmi neçə siqma rabitəsi var? Siqma rabitələri necə hesablayırıq? Siqma rabitələr, biz bilirik ki, alkanlar nədən ibarətdir? Karbondan və hidrogendən ibarətdir. Və bizim karbonla karbon arasındakı rabitə sayımız həmişə karbondan bir vahid əski olur. Yəni N çıxılsın 1. Məsələn, baxaq propan molekuluna, sübut edək ki, həqiqətən də bu vəziyyət belədir. Məsələn, baxın burada karbonla karbon arasında 2 rabitə var. Yəni düsturumuz N-1-dir. Əgər ki, sizdən qeyri-polyar siqma rabitə sayını istəyərsə, N-1-dir. Amma bizdən nə istəyir? Ümumi siqmanı istəyir. Və bir də bizim karbonlarla hidrogenlər arasında da siqma rabitələrimiz var. Bunlar isə polyar siqma rabitələrdir. Onlar da təbii ki, hidrogenin sayı qədərdir. Və biz bu ikisini cəmlədiyimiz zaman alarıq ki, 3N üstəgəlinsin 1. Və burada da bizim cavabımız 3N üstəgəl 1 olacaq. Yəqin ki, burada Y bəndi olacaq. Çox təəssüf ki, görünmür digər hissəsi. Cavabımız 3N üstəgəl 1-dir. Sonra növbəti 103-də isə 2N üstəgəl 2 olduğunu bildik. Çünki karbonla hidrogen arasındakı rabitə elə hidrogenin sayı qədərdir. Davam edirik 104-lə. Demək, 2R-CH2 xlor. Bu birləşməni götürübdür, üstündən natrium gəlibdir. Demək, bu hansı reaksiyadır? Vürs reaksiyasıdır. Biz vürs reaksiyasını necə tapırıq ki, hansı radikaldan əmələ gəlib? Bunun ən asan yolu nədir? Baxın, bu birləşməyə baxaq. Bu birləşməni neyinirik? Götürürük, tən ortadan böləcəm. Baxın, buradan böldüm. Demək, tən ortadan böldükdə 2 ədəd eyni radikaldan alıram. Bu radikallardan birini kənarda qeyd edirəm. Görək elə buradan hansı birləşmə alınır. Deməli, bu radikalım əlimdə qaldı. Neyniyiblər? Götürüblər, bu hissəyə əvvəlcə xlor birləşdiriblər və bundan 2 mol götürüblər, üstünə natrium gəliblər və beləliklə də bu məhsul əldə olunubdur. Yəni, bunu tapmağın ən qısa yolu alınan məhsulu tən ortadan simmetrik şəkildə bölməkdir. Aha, və biz buradan tapdıq ki, bizim maddəmiz, yəni başlanğıc maddəmiz buymuş. İndi bizə nəyi veribdir? Bizə veribdir R-CH2 xlor. CH2 xlor olan hissəni görürəm. Amma mən hansı hissəni axtarıram? Baxın bu hissəni. Bu da bizdə hansı radikaldır? Elə variantlara da baxsaq görəcəyik ki, cavabımız burada B bəndi olacaq. Sonra baxırıq 105-ə. Alkan molekulunu veribdir və hidrogen atomlarının sayını veribdir. Hidrogen atomlarının sayı 2N üstəgəl 2 üstəgəl 2, yəni 2N üstəgəl 4-dür. Karbon atomlarının sayını soruşur. Biz normalda bilirik ki, alkanların ümumi formulu CnH2n üstəgəl 2-dir. Yəni N sayda karbon atomu olduqda 2N üstəgəl 2 sayda hidrogen atomu var. Homoloqlarda demək, fərqlənmə bir metilin qrupu qədər olur. Məsələn, baxaq metana CH4, sonra C2H6, sonra C3H8. Gördüyümüz kimi hər bir homoloq növbəti homoloqdan 1 karbon və 2 hidrogen qədər fərqlənmiş olur. Və bizim əgər ki, hidrogen sayımızı 2N üstəgəlinsin 4 veribsə və normalda 2N üstəgəl 2 idisə, görürük ki, burada 2 ədəd hidrogen artıqdır. Demək, bizim əgər 2 ədəd hidrogenimiz artırsa, 1 ədəd də karbonumuz artmalıdır. Yəni, N idisə, olmalıdır N üstəgəlinsin 1. Cavabımız C bəndi. Gəldik 106-ya. Karbon zənciri verilən doymuş karbohidrogenda neçə hidrogen atomu olmalıdır? Baxırıq ki, neçə dənə karbonumuz var? 1, 2, 3, 4, 5, 6 dənə karbonumuz var. 2N üstəgəl 2 idi hidrogen sayı. 2 vurulsun 6 üstəgəlinsin 2 şəklində tapırıq. O da edir 14. Sonra 107.
N-pentanın izomerini göstər deyir. N-pentan, yəni normal pentan molekulunda 5 ədəd karbon var. İzomerlər isə deməli alkanların yalnız sinif daxili izomerlər mövcuddur. Siniflər arası yoxdur. Biz ancaq alkan axtarırıq. Hansı alkan axtarırıq? 5 ədəd karbonu olan alkan axtarırıq. B bəndinə baxaq. 1, 2, 3, 4, 5. 5 ədəd karbonu var. Doğru cavabımız B bəndi olacaq. Digərlərində isə fərqli sayda karbon atomlardır. Ona görə onları doğru cavab kimi götürmürük. Sonra normal heksanın izomerini istəyir. Normal heksanda da deməli 6 dənə karbon atomu var. B bəndi bizə tam uyğun cavabdır. 6 ədəd karbonu var. Gəldik 109-a. Molekulunda karbon atomlarının sayını n üstə gəlinsin 1 verib. Dedik ki, əgər ki 1 ədəd karbon artırsa, 2 ədəd də hidrogen artmalıdır. Onda bizim cavabımız olacaq n üstə gəl 1, 2n üstə gəl 4 olan variant C bəndi. Sonra hansı reaksiyalardan propan alınır? Birinci reaksiya Würz reaksiyasıdır. Və Würz reaksiyası nəticəsində baxaq bunun gedişinə. CH3 yod, C2H5 yod üstə gəlinsin natrium. Alınmalıdır buradan. Əvvəlcə bunun simmetrik tərəfi, yəni CH3, CH3, sonra bunun simmetriki C2H5, C2H5, sonra da bu ikisinin birləşməsi CH3, C2H5, üstə gəlsin natrium yod. 3 mol. Və indi baxırıq ki, buradan nə alınıbdır? Baxın, bu propanın formuludur. Sadəcə olaraq qapalı formada yazılıbdır. Bunu açıq formada yazsaq, görəcəyik ki, elə bu, sən demə, propanıymış. Demək, birincini götürdüm. Sonra ikinci Würz reaksiyasıdır və bu reaksiya nəticəsində bizdə alınır heksan, yəni C6H14, üstə gəlilsin natrium xlor. Sonra üçüncüdə isə 2 mol hidrogen gəlibdir. Bu nədir? Propin. Propin molekulunun üstünə 2 mol hidrogen gələndə propan alırıq. Bəli, cavabımız burada 1 və 3 olacaq. Gəldik 111-ə. Etan alınsın istəyir. Bu Würz reaksiyasıdır. CH6 alınır. Bəli, bu doğrudur. Sonra buradan alınır bu asetilinin alınma reaksiyasıdır. Buradan isə bu nədir? Etilendir. Etilenin hidrogenləşməsindən etan alınır. 1-dən 3 doğru variantdır. Sonra burada yenə də karbon atomlarının sayı 1 vayda artıbsa, hidrogendə 2 vayda artmalıdır. Y bəndi. Gəldik bura. 1 molun tam yanmasından alınan suyun mol sayı və molekulda hidrogen atomlarının sayı. Demək, gəlin birinci yanma reaksiyasının tənliyini yazaq. Alkanın formulu CnH2n üstə gəl 2. Üstə gəlsin oksigen. Alınır buradan. Nə qədər karbonumuz varsa, bir o qədər də bizdə karbon qazımız alınmalıdır. Və baxıram, H2O nə qədər alınmalıdır? 2-nin üstə gəlsin 2 sayda əgər mənim hidrogenim varsa və burada da indeksim 2-dirsə, mən bura n üstə gəlsin 1 qoymalıyam. Oksigenin hələ ki yazmağa ehtiyac yoxdur, bizə lazım deyil. Hazırki bu sualda. N üstə gəlsin 1 mol mənim normalda suyum alınmalıydı. Amma mənə verib ki, n üstə gəlsin 2, yəni mol sayını 1 vahid artırıbdır. Əgər ki, mol sayını 1 vahid artırıbsa, H2O-da da 2 ədəd indeksi varsa, onda deməli mənim hidrogen sayım plus 2 qədər artıbdır. Yəni, əvvəlcə hidrogen sayım 2n üstə gəl 2 imişsə, onda olubdur 2n üstə gəl 2 üstə gəl 2, yəni 2n üstə gəl 4 olubdur. Sonra gəldik 114-ə. Oksigenin əmsalını tapmamızı istəyir. Gəlin elə bu tənliyə bir dənə göz gəzdirək. Burada oksigen sayını tapaq. Bu hissədə 2n-dir. Bu hissədə isə n üstə gəlinsin 1-dir. Cəmi olmalıdır 3n üstə gəlinsin 1 mənim oksigenim. Amma burada indeksində 2 olduğuna görə mən məcburam ki, 3n üstə gəlinsin 1-i 2-yə böləm. Yəni, beləliklə də biz alkanlar üçün yanma reaksiyasında düstur almış olduq. Oksigenin əmsalı 3n üstə gəl 1 bölünsün 2 ilə hesablanır. Və gəlin yerinə qoyaq. 3 vurulsun 3, üstə gəl 1, bölünsün 2. O da eləyəcək 5. Y bəndi. 115. Propan və butan üçün doğru ifadələr. Metanın homoloqlarıdır, bəli. Hər üçü də alkandır. Havadan ağır qazlardır. Gəlin baxaq. C3H8 və C4H10. Bəli, hər ikisi də havadan ağırdır. Suda yaxşı həll olurlar? Xeyr. Alkanlar suda ümumiyyətlə həll olmurlar. Ya da pis həll olurlar. A bəndi.
116. Propon üçün doğru olmayan ifadəni istəyir. Metanın homoloqudur, doğrudur, amma bizdən yanlış istəyirdi. Ona görə 1-i çıxdım. İzomeri yoxdur, bəli. Ona görə içində çıxdım və mənim doğru cavabım B bəndi. Suda yaxşı həll olur, xeyr. Suda pis həll olur. Gəldik deməli 117-yə. Doğru, bu ifadələr hansı maddəyə uyğundur deyir. Qaz halındadır. Biz bilirik ki, alkanlar 4-cü nümayəndəyə kimi qaz halındadır. Yəni A ilə D olma ehtimalı yoxdur. İzomeri var. Əgər izomeri var deyirsə, elə C ilə B-ni də çıxa bilərəm. Cavab qalır Y bəndi. Havadan ağırdır. Bəli, C4H10 havadan ağır qazdır. Sonra gəldik 118-ə. Qaz halındadır. D ilə Y-ni avtomatik çıxıram. İzomeri yoxdur deyir. A-nın izomeri var və havadan ağırdır. Metan havadan yüngüldür. Ona görə cavabım C bəndi qalır. Gəldik 119-a. Deyir ki, alkan molekulları verilib və karbon atomlarının sayını və hidrogen atomlarımızı tapmağımızı istəyir. Çox bəsitdir. Bir karbonu olan alkanın 4 hidrogeni var. 2 olanın 6-dır, 3 olanın da 8-dir. B bəndi. Davam edək. 120. Burada isə tərsinə verib. Hidrogen sayını verir və karbonu tapmağımızı istəyir. Deməli, 4 hidrogendirsə 1 karbon atomu var. Əgər 6 hidrogendirsə 2-dir, 8-dirsə 3-dür. Gəldik bura. 1 molunun tam yanmasından alınan H2O-nun mol sayı. H2O-nun mol sayı dedik ki, N üstə gəlinsin bir düsturu ilə hesablanır və bizdən X, Y, Z-i müəyyən etməyimizi istəyir. N üstə gəlinsin 1 bərabərdir. X üçün hesablayaq 4. Onda X-im olacaq propan. Sonra gəldim. 6-ya bərabər olsa N olacaq 5, yəni pentan. Aha, onda cavabım çıxdı. A bəndi. Sonra 122. Alkanın mol miqdarı 0,1 moldur. Demək 0,1 molunda 2,4 qədər neytron var. Bəs 1 molunda nə qədərdir? Buradan da tapıram ki, mənim 1 molumda 24 neytronum var. Və mən də bilirəm ki, alkanlarda ümumiyyətlə karbon və hidrogendən ibarətdirlər və hidrogenin neytronu yoxdur. Neytron deyirsə, yalnız karbondan söhbət gedə bilər və karbonun da burada mənə proton və ümumi ayerini veribdir. Və mən buradan neytronu tapıram ki, 6-ya bərabərdir. Bir karbon atomumda 6 neytron var. Əgər 24 neytronsa, demək 4 ədəd burada karbon var və alkan olduğunu da veribdir. Demək bu C4H10 imiş. Davam edək. 123. Hansı maddənin homoloqları kalium permanganatın suda məhlulunu rəngsizləşdirmir? Demək, kalium permanganatın suda məhlulunu rəngsizləşdirmək pir rabitəsi olan birləşmələr üçün xasdır. Amma alkanlar doymuş olduğuna görə heç bir alkanda bu hadisə baş vermir. Yəni cavabımız Y bəndidir. Gəldik 124-ə. Demək, nə veribdir? Metanın 1500 dərəcə Celsidə parçalanmasını veribdir. Biz də bilirik ki, buradan alınır C2H2 üstə gəlsin hidrogen. 2 mol veribdir. Burada hidrogenimiz 3 moldur. Yəni Y hidrogendir. Y hidrogendir. X-imdəki C2H2-dir. Nə istəyir? X-in üstünə Y gəlib və alıbdır Z maddəsi. Gəlin baxaq. C2H2 üstə gəlinsin hidrogen. Alınır buradan C2H4. Cavabım D bəndi. Sonra Eiler-Venn diaqramı verib və metanla etanı müqayisə edibdir. Molekul kütləsi 16 qram bölünsün moldur. Bu ancaq metana aiddir. Üç reaksiyası ilə almaq olmur. Yalnız metana aiddir. Daha sonra nə verib? 1 molunun həcmi 22,4 litr hər ikisi də. Çünki bütün qazlar normal şəraitdə 22,4 litr 1 molu həcm tutur. Havadan ağır qazdır. Bu yalnız etana aiddir və ümumi formulu hər ikisinə aiddir. Onda cavabım burada olacaq Y bəndi. Gəldik 126-ya. Maddələri müəyyən edək. Demək, yanan maddə, yanmaya kömək edən maddə və yanğını söndürən maddə. CH8 yanan maddə ola bilər. Aha, demək, B variantını çıxa bilərəm. Yanmaya kömək edən maddə yalnız oksigen ola bilər. Yəni, mənim cavabım 2 olmalıdır. Yəni, mən nəyi çıxa bilərəm? Y-ni çıxa bilərəm. Sonra yanğını söndürən maddə isə karbon qazı ilə su molekulu ola bilər. Cavabım burada A bəndi olacaq. 127. Tərkibində eyni mol sayda etan və butan olan qaz qarışığının tam yanmasına 5 mol oksigen sərf olunmuşdur. Əvvəlcə biz reaksiya tənliklərini yazıb əmsallaşdırmalıyıq.
Yazırıq C2H6 üstə gəlinsin oksigen, alınır buradan CO2 üstə gəlinsin H2O. Əmsallaşmada burada onluq kəsirlə alınacağına görə gəlin bura 2 ataq bu başdan. Bura ataq 4, bura atdıq 6 və burada da olacaq 7. Sonra gəldik butana. C4H10 üstə gəlinsin oksigen, alınacaq buradan deməli CO2 üstə gəlinsin H2O. Yenə də bura 2 ataq, 8, burada 10. Neçə edir bu? Burada 13 qalır. Nə deyir? İndi bunların tam yanmasına 5 mol oksigen sərf olunub. Bu adi riyaziyyatda sistem tənliyidir, onu quracağıq. Baxaq, eyni mol sayda deyirsə, tutaq ki, C2H6-dan da x mol götürmüşəm, C4H10-dan da x mol götürmüşəm və onların tam yanmasına 5 mol ümumilikdə oksigen sərf olunubsa, əmələ gələn karbon qazının mol sayını istəyir. Gəlin baxaq. Əgər ki, mən hərəsindən 2 mol götürmüşəmsə, 2 üstə gəl 2 götürmüşəmsə, burada cəmi mənim nə qədər oksigenim sərf olunur? 20 mol. 20 mol oksigen sərf olunur. Bəs məndə neçə mol götürsəm 5 mol oksigen sərf olunar? Gəlin bunu tapaq. Deməli, burada ixtisarlarımızı aparacağıq və tapacağıq ki, buradan İkisi birlikdə cəmi 1 mol olsaydı, yəni hərəsindən 0,5, 0,5 götürsəydim, mənə dediyi kimi 5 mol oksigen sərf edərdim. İndi nə deyir? Əmələ gələn karbon qazının mol sayını istəyir. Gəlin onu tapaq. Karbon qazının mol sayı, demək, burada 4 moldur, burada isə 8 moldur. Cəmi 12 mol. Deməli, mənim 4 mol ümumi qaz qarışığım olanda nə qədər eləmişdi? 12 mol. 12 mol mənim karbon qazım alınırdı. Bəs mən 1 mol götürsəm nə qədər alınacaq? Bunu hesablamalıyam. Bu da edəcək cəmi 3 mol A bəndi. Daha sonra 1 litr tetraxlor metan almaq üçün neçə litr xlor metanla reaksiyaya daxil olmalıdır? Baxaq. Demək, bizə veribdir bunun həcmini və sıxlığını. Həcm və sıxlığı o məqsədlə verib ki, biz oradan nəyi tapaq? Kütləni tapaq. M bərabərdir, rho vurulsun V olduğunu bilirəm. O da təqribən yazaq 1,54. İndi isə davam edək. Nə deyir? Neçə litr xlor metanla reaksiyaya daxil olmalıdır? Biz burada vahidləri çevirmədik. Ən yaxşısı ən sonda çevirərik. Birinci metanın xlorla reaksiyasını yazaq. Tetraxlor metan almaq üçün 4 mol mən xlor götürməliyəm. Almalıyam buradan C xlor 4, üstə gəlsin 4 mol H xlor. İndi nə deyir? Neçə litr xlor metanla reaksiyaya daxil olmalıdır? Yazaq ki, 1,54, aşağısına da yazırıq 154 bərabərdir x, aşağısında da 4 vurulsun 22,4. Bu da bizdə edəcək 8,96. Onu da vahidə çevirək gəlin. Yəni 100 dəfə artırmalıyıq. O da eləyəcək 896. Siz ən yaxşısı vahidə əvvəldən çevirirsiniz, əgər çaşırsınızsa. Davam edək 129-la. Tərkibində 20 qram natrium OH olan məhluldan 5,6 litr etanın yanmasından alınan CO2-nü buraxdıqda. Demək, bizim məsələmizin iç hissəsi etanın yanmasından alınan karbon qazını tapmaqdır. Gəlin baxaq. Yenə də reaksiyanı yazıram və əmsallaşdırıram. Buradan alıram, demək, 4 mol karbon qazı, üstə gəlsin 6 mol su. Bircə dəqiqə, burada 7 olmalıdır. Əvvəlcə gəlin tapaq ki, 5,6 litr etandan nə qədər, neçə mol karbon qazı alınır. 2 vurulsun 22,4 aşağısına yazırıq. Bərabərdir x, karbon qazını da altına yazaq 4. Yenə ixtisarlarımızı aparaq və buradan da cavabı tapacam ki, x-im 0,5 mol imiş. Demək, 0,5 mol mən buradan karbon qazı ala bilərəm. İndi mənə deyir 20 qram natrium OH. Gəlin baxaq. 20 qram natrium OH neçə moldur? 20 bölünsün 40 emirinə böldüm. Niyə? Çünki nü bərabərdir m bölünsün m düsturundan istifadə etdim. O da edəcək 0,5 mol. Demək, mənim 0,5 mol karbon qazım var. 0,5 mol da natrium OH-ım var. Yəni, birin birə nisbətində reaksiyaya daxil olur. Qeyri-üzvi kimyadan da bilirik ki, natrium OH-la karbon qazı birin birə nisbətində reaksiyaya girdikdə buradan turş duzu alınır. Natrium HCO3.
0,5 mol turş duz almış oluruq. B bəndi. İndi gəldik 130-a. 2 metr kub havada neçə litr metanı tam yandırmaq olar? Əvvəlcə metanın yanma reaksiyasını yazıram və alıram buradan karbon qazı və su təbii olaraq və 2 metr kub hava veribdi. Onun 21% nə qədər edir? Onu tapmalıyam. 0,42 tapaq və ən sonunda metr kubunu çevirərik. 0,42 aşağısında nə yazmalıyam? 2 vurulsun 22,4 bərabərdir. X aşağısını da yazaq 23,4 və bunlar da ixtisar gedir. Cavabı da buradan tapıram 0,21 və onu da vurmalıyam 1000-ə. 1000-ə vurduğum zaman da cavabı 210 tapmış olacağam. Sonra 2 metil propan və N-butan qarışığının tam yanmasına bu qədər karbon qazı alınıbdır. 2 metil propan hansı birləşmədir? Gəlin ona bir diqqətlə baxaq. 2 metil propan baxın budur. Və bir də normal butan veribdir. Normal butanı da yazaq ikisini də baxaq. Görürük ki, burada da 4 karbon var. Burada da 4 karbon var. Yəni bunlar bir-birinin izomeri olan maddələrdir. Bu o deməkdir ki, biz hər ikisinin formulunu C4H10 şəklində yaza bilərik. Gəlin bunu yazaq. Nə istəyir? Yanma reaksiyasını əmsallaşdıraq. Yazıb əmsallaşdırdığımız zaman alacağıq ki, burada 8 mol deməli karbon qaz alınır və 10 mol su alınır. 44,8 litr deyir ki, buradan karbon qazı alınıbdır. Aşağısına yazaq. 8 vurulsun 23,4 bərabərdir. Neçə qram su alındığını istəyir? X aşağısına da yazaq. 10 vurulsun 18 və yenə də ixtisar aparaq. Demək 4x-in bərabərdir 180-ə. X də buradan bərabər olacaq 45-ə. Cavab Y. Davam edək. 132. Tərkibində eyni mol sayda metan və propan olan qaz qarışığı veribdir və onları yandırıbdır. CH4 üstə gəlinsin 2 mol oksigen, alınır buradan CO2 üstə gəlinsin 2 mol su. Tam yanmasından 12 mol karbon qazı alınıb. Gəlin propan üçün də yazaq. C3H8 üstə gəlinsin oksigen, alınıbdır buradan CO2-dən 3 mol, üstə gəlinsin 4 mol su və burada neçə ataq? Burada 5 ataq. 12 mol karbon qazı alınıbdır eyni mol sayda. Baxın, normalda 1 molunu götürəndə cəmisi 4 mol mən karbon qazı almalıyam. Yəni 2 mol götürəndə bundan 1 mol, bundan 1 mol, yəni 2 mol götürəndə 4 mol alıram. Bəs onda neçə moldan mən 12 mol karbon qazı ala bilərəm? Və buradan da hesablayıb tapıram ki, 6 mol, yəni hərəsindən 3 üst götürsəm, onda mən 12 mol karbon qazı ala bilərəm. Deyir, neçə qram su əmələ gələr? Gəlin baxaq. Tapdıq 6 mol. Demək, 6 moldan baxaq görək nə qədər su əmələ gəlir. Qramla soruşur. Demək, 6 moldan bilmirəm. X qram əmələ gəlir. Amma 2 moldan mən bilirəm ki, baxın 2 mol burada, 4 mol burada. Elədir 6 mol. 6 vurulsun 18 qramda su buradan əmələ gələ bilər. Yenə də ixtisar aparacağam və buradan da cavabımı tapa bilərəm. Buradan da cavabı tapacağam ki, 324 edəcək. D bəndi. Davam edək 133. 36 qram alkanın tam yanmasına 4 mol oksigen sərf olunubdur. Qramın altına həmişə biz nə yazırıq? Qramın altına yazırıq mR, yəni 14-dən üstə gəlinsin 2 bərabərdir. 4 mol oksigen sərf olunubdur. Oksigenin mol sayı da 3-ün üstə gəlinsin 1 bölünsün 2-dir. Gəlin 2-ni məxrəci qalxır sürəti bura yazaq və ixtisar gedənləri aparaq, görək nə alacaq buradan. Burada qalsın 9, indi isə tənasüb edək. 27N üstə gəlinsin 9 bərabərdir 28N üstə gəlinsin 4. Və buradan da N bərabər olacaq 5-ə və alkan olduğuna görə C5H12 olduğunu dəqiq deyə bilərik. Sonra gəldik 134-ə. Vürs üsulu ilə hansı brom alkanlardan almaq olar deyir. Gəlin bir-bir baxaq. 2 brom, 2 metil propan. Demək, 2 brom, 2 metil propan veribdir. 2 də brom olsun və daha sonra 2-də də metil olsun.
Məsələn, baxın 2 ilə 3-ü verib, 1 ilə 2-ni, 1 ilə 3-ü, 1 4-ü, 3 4-ü veribdir. Hamısını bir-bir yoxlayaraq da tapa bilərik. Amma belə, məsələn, çox aydın şəkildə burada düzdür, tənorta olmayacaq. Bu birsiz hansıdır? 2 müxtəlif brom alkandan alıbdır bunu. Çox rahat şəkildə bunu əslində bölərək də tapa bilərəm və bu olacaq biri bu hissədə. 2 metil, 2 brom, propan, biri oldu bu. 1 və daha sonra isə bu hissəyi olacaqsa 2 brom, propan, yəni 3. 1 ilə 3 olmuş oldu. Yəni sadəcə olaraq buradan aydın şəkildə görünür ki, buradan böləndə mən doğru cavabı ala biləcəm. Ona görə də bu şəkildə getdik. 135. Propan üçün hansı ifadələr doğrudur? Propanın molekulunda deyir 10 sigma rabitə var. Sigma rabitə sayı 3-ün üstəgəl 1-dir. Propanda da 3 karbon var. Bəli, 10 dənə beləliklə sigma rabitə var, düzdür. Molekulunda sp2 hibrid vəziyyətində bir karbon var. Ümumiyyətlə alkanlarda sp2 hibrid vəziyyəti olmur. Bütün karbonlar sp3 hibrid halındadır. Birləşmə reaksiyasına daxil olur? Xeyr, heç bir alkan birləşmə reaksiyasına daxil olmur. C bəndi doğrudur. Sonra 11,2 litr etanın tam yanma məhsullarını baxaq. Etanın tam yanma məhsulları karbon qazı və sudur. Gəlin reaksiyanı yazaq. 2S2H6, üstə gəlinsin 7 oksigen, alınır buradan 4 karbon qazı, üstə gəlinsin 6 mol su. 11,2 litr bizə veribdi etan. Aşağısına yazırıq. 2 vurulsun 22,4 bərabərdir. Bunun indi yanma məhsullarını tapaq görək nə qədər, neçə mol tapmışıq. X aşağısına yazaq. Məsələn, karbon qazını hesablayaq. 4 mol olsun. İndi biz bunları ixtisar aparaq və tapaq ki, X bərabərdir 1 mol. Demək, bizim 1 mol karbon qazımız alınıbdır. Suyumuz isə alınacaq buradan. Baxaq görək neçə alınır. Suyumuz da 1,5 mol da su olsun tutaq ki. Bizə veribdir 80 qram natrium OH. 80 qram natrium OH yəni N bərabərdir M bölünsün M düsturundan tapaq ki 80 bölünsün 40 bərabərdir 2 mol. Yəni bizim 2 mol natrium OH-ımız var. Reaksiyanı yazaq. 2 mol natrium OH üstə gəlinsin karbon qazı, üstə gəlinsin su. Alınacaq buradan natrium karbonat. Bəli, natrium karbonat alınır. Bu da normal duzdur və 1 mol alınmış oldu. Gəldik 137-yə. Ən uzun karbon zəncirində bir üçlü karbon atomu olan alkanın 2 molu tam yanında 180 qram su alınır. Aha, demək 2 molundan 180 qram su alınırsa 1 molundan nə qədər alınır? 18 n üstə gəlinsin 1. Bu qədər deməli su alınır. Gəlin hesablayaq. Demək, ixtisarlarımızı yenə aparıram. 90 x olsun. Bunu bərabər edək nəyə? Və yaxud da ki, bunu belə tənasüb yolu ilə eləməkdənsə, elə 90-a bərabər edək də. 90 bərabərdir 18-in üstə gəlinsin 18-ə. 90-dan 18 çıxanda bu edəcək 72 və buradan da n bərabər olacaq 4-ə. Demək, bizim ümumi cəmi 4 dənə karbonumuz olmalıdır molekulda. Və bizə də deyir ki, ən uzun karbon zəncirində bir ədəd üçlü karbon atomu olsun və D bəndinə baxaq. Burada bir ədəd üçlü karbon atomu var və cəmi 4 dənə də karbonu var. Bizim doğru cavabımız D bəndi olmuş oldu beləliklə də. Gəldik 138-ə. Ən uzun karbon zəncirində bir dörtlü karbon atomu olan alkanın 2 molu tam yananda 14 mol su alınır. 2 molundan 14 mol su alınırsa, 1 molundan da alınacaq n üstə gəlinsin 1 mol su. Və buradan da 7 bərabərdir n üstə gəlinsin 1-ə, n də bərabərdir 6-ya. Demək, bizim 6 dənə karbonumuz olmalıdır cəmi. Və bir dənə də dörtlü karbon atomumuz olmalıdır. Gəlin tapaq görək hansı variantdır. Və buradan da tapıram ki, cavabım D bəndidir. 4 dənə, daha doğrusu 6 dənə karbonu var və bu da dörtlü karbon atomudur. D bəndi uyğun gəldi. Baxırıq deməli 139-a. 2 xlor, 2 metil butan veribdir. Gəlin formulunu yazaq. Butan, əvvəlcə 4 dənə karbon atomu çəkirəm. İkinciyə bir dənə metil əlavə edirəm. Hidrogenləri düzək ki, çaşmayaq. Burada hidrogeni yazmasaq da olar.
Burada da CH3 və deməli burada da deyir ikincidə də xlor olsun. Bunun üstünə natrium gələndə, yəni Würz reaksiyasında nə alınır? Würz reaksiyasını biz aparanda yadımızda saxlayaq ki, biz həmin molekula özünün əksini, yəni cüzgə əksini birləşdiririk. Baxın bu hissəyə özünün cüzgə əksini birləşdirəcəm. Olduğu kimi yazacağam. Yəni heç nə əlavə, heç nə eləmirəm. Aldım mən bu maddəni. İndi bunu nə edirəm? Beynəlxalq üsulla adlandırıram. Əsas uzun zəncirimi seçdim. Ən uzun zəncirimi 1, 2, 3, 4, 5, 6. Demək olacaq burada 3, 3, sonra 4, 4, tetra metil, 6 dənə karbon varsa da heksan olacaq. Cavabım Y bəndi. Daha sonra 2 xlor, 2 metil propan veribdir. Gəlin buna da baxaq. Dediyini çəkək. Propan. İkincidə metil var. Bu hissədə xlor var idi. Və mən xloru buradan silib özünün cüzgəçsini buna birləşdirəcəm. Yenə də hidrogenləri yazaq. Və ən uzun zənciri seçdim. Olacaq burada. Nə olacaq? 2, 2... 3, 3, tetra metil, daha doğrusu 2, 2, 3, 3 tetra metil butan olacaq D bəndi. Sonra Würz reaksiyası ilə 2, 3 dimetil butanı almaq istəyirik. Gəlin birinci dediyini çəkək. 2, 3 dimetil butan. Butanı çəkirəm. 2 ilə 3-ə bir dənə metil qrupu əlavə edirəm. Nə deyir? Deyir, bunu nədən ala bilərik? Yenə də həmişə baxın, tən ortadan bölürəm. Bu hissəyə, baxın, bu ucuna bir dənə xlor birləşdirib tapacağım ki, mən hansı maddə ilə bunu almışam. Bunun adı nədir? Bunun adı, heç adını soruşmurmuş, əla. Demək, ikinci karbona bir dənə xlor birləşdiribdir. Cavabım burada olacaq A bəndi. 142. Hansı alkil halogeniddən Würz reaksiyası ilə 3-4 dimetil heksan almaq olar? Yenə də heksan deyirsə formulunu yazmalıyam. 3, 4, üçüncüyə, bir də dördüncüyə metil birləşdirdim və bunu tən ortadan böldüm. Bu hissəyə, boş qalan hissəyə də xlor birləşdirib tapacağım ki, hansı maddədən söhbət gedirmiş. Demək, ikinci karbona bir dənə xlor birləşdiribdir. Gəlin tapaq görək hansı variantdır? D bəndiymiş. Sonra 143 də eyni tipdədir. 2, 5 dimetil heksan. Gəlin tapaq. Heksanı birinci quraq. İkinciyə və beşinciyə metil əlavə edirəm. Tən ortadan bölürəm və tən ortadan böldüyüm bu radikala da bir dənə xlor birləşdirəcəm. Və bu da oldu ki, ikinciyə və burada brom veribdir, fərq etməz. Xlor da olar, brom da olar. İkinci karbona və yaxud da yox. Burada birinci karbona brom birləşdiribdir. O variantı axtarıram. Cavabım burada D bəndidir. 144. 144-də deyir, sənayedə hidrogenin alınmasına tətbiq olunur, yanacaq kimi istifadə olunur, sintez qazının alınmasına tətbiq olunur, söhbət metan qazından gedir. 145. Deməli, bizə veribdir belə bir reaksiya. Gəlin yazaq CH2, CH, 2 qat rabitə verib, C2H5. Üstə gəlinsin H-xlor. Deməli, alkenlər ümumiyyətlə H-xlor, H2O tipli birləşmələri Markovnikov qaydası üzrə birləşdirir. Hidrogen çox olan hissəyə hidrogeni ötürür, xloru isə hidrogen az olan hissəyə ötürəcək. Gəlin formulunu yazaq, nə alınır? Alınacaq buradan C, CH2, CH3, CH5-i açdım və burada da xlor. İndi isə bunun üstünə natrium gəlib. Yəni, hansı reaksiya? Würz reaksiyası edibdir. Xloru buradan silib buna cüzgəçsini birləşdirəcəm. Necə var elə? Və alınan birləşməni istəyir bizdən. Gəlin adlandıraq. 1, 2, 3, 4, 5, 6. 3, 4 dimetil heksan alındı. Y bəndi. Gəldik 146-ya. 146 da eyni tipdədir. Hidrogen çox olan yerə birləşdirirəm. Bromu isə az olan yerə birləşdirirəm. Və nəticə etibarı ilə CH3, CH
CH3, burada isə brom alınır. Bromu silib cüzgəçisini birləşdirəcəm buna və alınan maddəni tapacam. 1, 2, 3, 4 nömrələdim. 2, 3 dimetil butan. B bəndi doğru cavab olacaq. 147. Hansı alkil xloriddən vüs reaksiyası ilə 4-5 dimetil oktan almaq olar? Yenə də dediyi formulu yazıb tən ortadan böləcəm. Oktanı çəkək. 8 dənə karbon atomu çəkməliyəm. 4-cüyə və 5-ciyə metil əlavə etməliyəm və ortadan böldüm. Aldım buradan hansı maddəni? Gəlin baxaq. Xlorla verib xlor yazaq. Demək, birincidə xlor olsun. Və neçə dənə karbon var? Burada 4 dənə də əsaslanıcıdır. D bəndi doğru cavabdır. 1 mol alkanın tam yanmasından alınan karbon dioksidin kalsium OH2 məhlulu ilə tam reaksiyasından 400 qram kalsium karbonat əmələ gəlir. Bu reaksiyanı tərsdən həll edəcəyik. Kalsium OH2 üstə gəlinsin karbon qazı. Alınıbdır buradan kalsium karbonat üstə gəlinsin su. Bu reaksiya birin birə nisbətində gedir. İndi kalsium OH2 ilə reaksiyadan 400 qram kalsium karbonat alınıb. Aşağısına yazaq 100. Tapaq ki, burada nə qədər karbon qazı sərf olunubdur. Molun altına yazıram 1, yəni əmsalını yazıram. Burada da yazıram x. Və tapıram ki, 4 mol karbon qazı sərf olunub. İndi mən tapmalıyam ki, hansı alkanın 1 molu yanında 4 mol karbon qazı alınır. Mən də bilirəm ki, alkanların yanma reaksiyasında karbon nə qədərdirsə, bir o qədər də karbon qazı alınır. Yəni, n mol karbon qazı alınır. Yəni, 4 dənə karbon atomu olan alkanın tam yanmasından 4 mol karbon qazı alacağım. Yəni, cavabım D bəndidir. Gəldim 149-a. Deyir ki, 0,25 mol alkan tam yananda alınan karbon dioksidin kalsium OH2 məhlulu ilə tam reaksiyasına 125 qram kalsium karbonat əmələ gəlib. 125 aşağısına yazdım 100. Bərabərdir x, burada da yazdım 1. Və buradan da tapıram ki, 1,25 mol CO2 sərf olunub. Aha, indi mən tapmalıyam ki, hansı alkanda ki 0,25 mol yandıqda 1,25 mol karbon qazı verir. 0,25-də 1,25-dirsə 1 molunda da x-dir. Neynəməliyəm? Burada ixtisar zad aparmalıyam və buradan da x-i tapmalıyam ki, x-im 5 mol olacaq. Yəni, enim daha doğrusu 5-dir də. 5 karbon atomu olan alkanı axtarmalıyam. O da Y bəndindədir. Sonra gəlir 150. Hansı reaksiya məhsulundan vürs reaksiyası ilə 2,5 dimetil heksan almaq üçün istifadə oluna bilər? Demək, formulu yazmalıyam. 2-yə metil, 5-ə də metil qoymalıyam. Və buradan xlor birləşdirəcəm. Aldım mən bu birləşməni. İndi isə mən tapmalıyam ki, bu birləşmə hardan alınır? Aha, gəlin bir axtaraq görək harda bu birləşməni mən ala bilərəm. Və baxıram verilən variantlara və görürəm ki, A bəndindən alına bilər. Demək, hidrogenlə OH həmişə bir-birini görəndə su verir, H2O gedir və xlor da məcbur qalıb CH2 hissəsinə birləşəcək. Və beləliklə də mənə lazım olan birləşməni almış olacağam.